Lənkəranda müasir suvarma sistemləri üzrə 3 günlük təlim proqramına başlanılıb. Təlim Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən keçirilir. Aqrar sahədə müasir suvarma sistemlərinin təşviqi mövzusuna həsr olunan proqram çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə təqdimatlar təşkil olunub. Bildirilib ki, cari ilin əvvəlindən 52 rayonda keçirilən 628 təlimdə 16 mindən çox fermer iştirak edib. Son 3 ildə isə müasir suvarma sistemləri tətbiq olunan ərazilərin həcmi 127 min hektara çatdırılıb. Bunun 2030-cu ilin sonuna dək 300 min hektara yüksəldilməsi hədəflənir. Burada məqsəd ondan ibarətdir ki, regionda fəaliyyət göstərən sahibkarların və fermerlərin bu sahə üzrə həm nəzəri, həm də praktiki biliklərini artırar. Ona müvafiq olaraq bugün həm burada konferans şəklində fermerlərə və digər sahibkarlarla, eyni zamanda elmi tədqiqat institutları, universitetlər, müvafiq dövlət qurumlarının əməkdaşları birgə tədbir keçirilir. Biz burada daha çox nəzəri bilikləri ötürəcəyik və eyni zamanda qeyd etmək istəyirəm ki, bugünkü tədbirdə yerli və beynəlxalq bu sahəyə ixtisaslaşmış yerli və beynəlxalq mütəxəssislər iştirak edirlər. Bugünkü sunumlarımızda modern sulamanın önemi ve verimliliği hakkında sunumlar yapılacak. Tabii buradan Azerbaycan'ın fermerleri suyun optimum düzeyde kullanılması, suyun verimli kullanılması hem ürün kalitesinin artması hem de ürün nicelik ve nitelik anlamında artışı ile ilgili güzel ipuçları yakalayacak diye düşünüyorum. Süni suvarmada hem məhsuldallıq bol olur. Yani xəstəliklərlə bayaq qeyd etdiyimiz kimi mübarizədə də, yəni o deməli ağacları, o bitkiləri biz ümumi kəndən biz qidalandırırıq da müəyyən üzvü gübrələrlə, kimyəvi gübrələrlə gübrələndiririk. Məhsuldallıq da bol olur, sağlam olur, bazarda yaxşı satılır və buna görə də damcı üsulu ilə suvarma daha etibarlıdır, daha qənaətbəxşi, daha yaxşıdır.